Salam aleyküm əziz dostlar. Söz verdiğim kimi Sabunçu kəndindən sonra növbəti kənd Əzgilli kəndidir və hal-hazırda mən Əzgilli kəndinə getmək üçün Cımcımaq kəndindən olan, yaxın qardaş olan Nazimi çağırmışam. Uralla gəlib və gedirik biz indi Əzgilli kəndinə. Ay salam aleyküm. Başlayacaqsan, kesin olur. Hər yerində, o hamamlardan tutma getmişəm. Hal-hazırda Nazim Adaşla gedirik Əzgilliyə. Növbəti videomuz olacaq Əzgilli kəndində inşallah. Hələlik. Əziz dostlar, artıq Əzgilli kəndinə çatmaq üzrəyik. Yol çox çətindir, gördüyünüz kimi videoda. Bu hissəni tam şəkildə verirəm ki, tam görə biləsiniz yolun nə dərəcədə çətin olduğunu. Gedəsiyik kənddə, görək kənddə bir yaşlı adam kimi tapırıq, yaşlı nəsildən birini tapıb, kənd haqqında məlumat alasıyıq. Burada saxlayaq. Geldik Əzgilli kəndinə çatdıq. İndi biraz kəndlə tanış olaq. Gel. Oyda, burayında soyuq var ama ya. Güzrət də adı yoxsa? Tahir. Tahir ha. Ha. İndi.
Salam aleyküm. Ve aleyküm assalam, hoş gördük. Necəsiniz? Burada Cavanşir diyen var. O koyundan çıkıktı. Darban yalasıdır. Bakın İbrahim evde olsa İbrahim'de. Aha. Tabii bu kənddə gəlir, gedir, xəstəsi olanda nə arası? Lap çətindir yollar. Olmaz mı? Hasta olanda sürüyoruz çaylağa. Abi durma mescid bu. Bura mı? Mən bura bir... Bu? Ha, bu yandan getməliyik. Evvel mescid olur. Hara geçtin taş olayı barıda. Ha, bura mı? Ha. O da taş barıda. Sonradan mektep olur. Sen taşındı böyle mektep. Dağılıbdır. Burada var qədim evlər. Hal-hazırda həmən evlərdən birinin içine girip baxmaq istəyirəm. Kənd həqiqətəndən də sözün əsl mənasında çox pis vəziyyətdədir. Yolu yoxdur. Oh. Geldim. Buradayım. Ay, zamanlarına baksana. Ha? Köhne evlerdi hamısı. Açayım mı? Buradan keseceğim aşağı. Açılan değil bence. Açılan sorttan değil bence. Bu dedi geçersem özüme aile değil. Boyundan söz gelen kaybı. Neydi? Çok kadim zamanlardan salınıp bunu tarihin bilen yoktu da. Yani ne vakit olur, neçənci illerden salınıp onu bilen yoktu. Bunu bilmek için tarihi, kendin kadimliğini öğrenmek için kabristanlığa nezaret bakmağı var. Mindən çox qəbir var. Mindən çox adam təxmini deyirəm ha. Xeyli sahəsi var. Deməli bu nə qədər adam varsa bura bastırılırsa burada kənd böyük kənd olub. O vaxtilə. Sonra kənd biraz yığcam olub, suya görə, şəraitə görə yığılıblar. O yuxarı kimi, o kənd yuxarı kimi evlər olub.
Suya göre yığılıb var. Hal-hazırda 15 ev var kənddə. 15 ev. Nə qədər adam yaşayır? Adam Adam indi sayı. burada yazda gəlirlər, payızda gedirlər. Ha, Yəni başa yaylaq formada əmlak pay torpaqlardan istifadə edirlər gəlib. Hə. Kənd özüm, yəni də hara köçürülübdü? Kənd Əli Bayrama o İndiki Dağlı indi kəndinə. ha dağlı kəndi, dağlı. Hə, başa düşdüm. Yaşlı adam. Bir də dayı, deməli o vaxtlar deyirlər ki, İmam Şamilin dövründə kənddə Rus əskərləri gəlib kəndi tapmayıblar. Bu Kənd elə yerdə yerləşir dərənin içində. Elə yerdədir. O yol, o çaylaq yolu, o Qaraçay deyirik biz. O çay yuxarı gedəndə, yəni bura maşın yolu olmayıb o vaxtı. At arabası. Hı. At arabası yol. Bu arabacı cığır olub. O cığırla da heç kim inanmayıb ki, burada elə kənd salınlar, burada evlər tikilər. Ötüb keçiblər yuxarı Qarqay kəndlərinə. Hə. Ha, o yəni o kəndi görməmək o mənada olub. Yəni elə yaxşı ki görünməyib. Görünsə bəlkə də cəmaatı nəsə eləyərdilər. Bu yuxarı kəndlər, məsəl üçün Cımcımaq bir neçə dəfə yandırılıbdı Rus o İmam Şamilin dövründə deyirlər. Və bu kənddə elə bir hadisələr baş veribdimi? Kənddə elə bir hadisə olmayıb. Tapmayıblar da ona görə. Ötüb keçiblər. Bura heç Rus salbatın ayağı dəyməyib. O Şamilin qoşunu buralara keçə bilməyib. Yəni yerini bilməyiblər. Kəndin yerini bilməyiblər. Kəndin yerini bilməyib. Kəndin cəmaatının bu dəqiqəki əsas məşğuliyyəti nədir burada? Əsas məşğuliyyəti maldarlıq. Maldarlıq. Maldarlıqdır. Mal saxlayırıq. O aşağı çaylaqlarda mal otarırıq. Qonşular indi kolkos basıb gedir. Adam az olanda qırıntı zad olmur. Kəndi bütün kolkos basıb gedir. Yol izdə, gəliş-gediş də çox çətindir. Gəliş-gediş çox çətindir. 1 kilometr uzaqdan gətirib maşın orada yolda tökür bizi çaylaqda. Ondan sonra hər şey belə. Kəndin özünün marşrutu yoxdur da, yəni kəndə gəlib gedən marşrutu. Qaval marşrutu ilə gəlirik, oradan yuxarıda piyada. Unun meşoqdur, neftdir, duzdur, yığıb gətiririk. Piyada Piyada, hamısını. hamısı belində. Hər ildə məsələn dövlətə deyək də, indi bu dövlət necədir, mal-qaradır, saxlayırıq, onun hamısı dövlətə gedir. Rayona veririk, ətdir. Düzdür. Mal saxlayanlar var, ildə tondan ət verirlər. Nə bilim, mən qoyun saxlayıram, 1 tona yaxın ət verirəm. İldə. Amma yaxşı olardı ki, işıq çəkilərdi. Kəndin 1 kilometrdən, haradasa 700 metrdən yüksək voltlu gərginlik o xətti keçir. Amma bu kəndə gəlmir o Bu xətt. kəndə o gəlmir. Əlaqədar təşkilatlara müraciət eləmişik, heç bir nəticəsi də olmadı. Güya kənd köçürüləndi. Amma köçürülməyə qalsa, yuxarı kəndlərdə hamısı köçürülübdür. Cəmaat yaşayırsa, bu pay torpaqlar nəyədir onda? Əgər cəmaatı köçürübsə, pay torpaqdan kim istifadə edəcək? Veriblər burada. Mən özümə 40 sotuq yer orada veriblər. Gedib Dağlı kəndində yaşayıb mən bunu nətər edeyim? Burada oturmalıyam, bunu istifadə eləməliyim. Düzdür, düzdür. Ya da ki, Ata-babanızın pay torpağını yurdudur. götürsünlər, versinlər, aşağıda gedim, aşağıda oturum. Başa Hər düşdüm. halda özümdə pensiyaçı adamam. Yapın üzvüyəm. Yapın üzvüyəm. Çoxdan 2002-ci ildən yapın üzvüyəm. Gəlib indi burada mal-qara ilə məşğul oluram, təsərrüfatla ilə. Ayrı məşğuliyyət yoxdur. Ancaq bu bağ-bağçadır, diriklər əkirik, mal-qara saxlayırıq, oyunla dolanırıq. Kəndin adı həmişədən Əzgilli olubdur. Həmişə əvvəldən elə Əzgilli sözünün mənası nə ilə əlaqəlidir? Əzgil çoxdur deyəməyim. Kəndin bütün qoruqlar bir hər yerdə Əzgildir. Əzgildir. Başa düşdüm, Ağaclar başa düşdüm. əzgildir, ya elə də gedir. Təxmini dayı deyə bilərsiniz kəndin tarixi neçənci əsrə dayanır? Kəndin tarixini deyəndə bu tarix burada heç olmasa keçən əsr nağdıdır. Mənim babam elə anam. Mənim anam 1924-cü ildən olub. Ondan əvvəl babalar olub. Bizim evlər olub burada, 2 mərtəbəli evlər olub. O vaxt zəlzələ olanda 49-cu ildə o evlər dağılıb. Deməli 2 mərtəbəli evlər olubsa bu tarix gedir 1800-cü illərə. Başa düşdüm. 1800-cü neçənsə illərə gedər. Bir də burada deyir, buradakı qəbirstanlıqdan yuxarıdan mı dedilər, hardasa Albanlara aid bir qəbirstanlıq var. Alban, yəni qəbirləri var. O şeydən qalardır. Şeydən qalanın üstündədir. O qəbirləri mən yaxşı tanıyıram. Qoyundan gedəndə orada olmuşam o yerlərdə. Onun üstünü iri daşlar da belə
Onu da deyir dağıdıblar, nəsə eşitlər. Çıxarıblar, qazıyıblar. Oradan kim nə aparıb onu bilmirəm. Mən çox keçirəm oradan. Dağ biraz yamacdadır o. Alban nələrdir bilmirəm. Kim onu eləyib qəbir sandıqlarının üstündəki daşları çeviriblər, içindən nə aparıb bilinmir. İndi o qəbirdə daha heç nə bilinmir. Başlı nə götürüblər, nə aparıblar. Hər hansısa bir qəbrin üstündə tarix var da orada, yoxsa? Orada. Tarix Daş yoxdur. döşəyiblər, baş daş yoxdur. Heç bir şey yoxdur. Daşları Daşları- aparıblar da. Yəqin. Uzun belə iri daşlar da qəbrin üstünə qoyublar. Sonra kimsə gəlib onları çeviribdi onu. Başa düşdüm. Eşəliyiblər, nəsə axtarıblar. Belə dayı, çox sağ olun. Allah razı olsun müsahibə üçün. Çox sağ Sağ olun. olun, var olun. Sizin kentte. Eşim adı yok. Sizin kent olabilir. O belediyenin nezdinde olabilir. Şimdi maşınlar hususi. Aleykümselam. Hoş geldin. Əzgilli kəndində də bugünkü çəkilişimizi yekunlaşdırırıq. Növbəti kənd Qalal kəndi. Ora doğru yola düşürük. Növbəti video Qalal kəndinə aid olacaq. İnşallah. İndi kənddən ucu çıxırıq. Çox gözəl, burada çox gözəl, çox xoş insanlar olan, mərifətli insanlar olan yerdir. Kəndin yolları prosta çox çətindir gəlməyə, getməyə. İnşallah ki düzələr.